Amma Çinin axı çəkingən mövqeyini də biz müşahidə edirik. Mövqe başqa. Anar mən razı deyil fikirlə. Havadan müdafiə sistemləri və təlimatçılar, havadan müdafiə sistemləri Tehran paytaxtın üzərində əgər İsrail qırıcıları havadan müdafiə sistemi sıfır vəziyyətində 3 gündən sonra İran özünə gəldi. Təbriz şəhərində də biz görürdük video kadrlarda. Hətta belə bir söz var ki, cəzalandırıldı xainlər və hər şey işə düşdü. Bu təbliğat müharibəsi idi. Ümumiyyətlə bilirsiniz, İsrailin Bircə dəqiqə, Anar mənim razı deyil ki, heç nə işə düşməyibdi. Gəlin bu detalları araşdıraq. Təbrizdə görsənir, Tehranda da görsənir ki, havadan müdafiə sistemləri emosional danışırıqsa başqa şeydir. Amma faktlar üzərindən gəlin danışırıq. Buyurun Anar, faktlarla danışırıq. Faktlar 3 gündən sonra nə baş verdi? Qərar qəbul etmə mərkəzləri və qərar qəbul etmə məsuliyyəti daşıyan şəxslər sıradan çıxarılmışdı. Onların yerinə şəxslər təyin olundu və onlara məsuliyyət verildi. Bundan sonra bu proses başladı. Amma mən üzr istəyirəm. Amma fikrimi tamamlayayım. Amma 3 gündən sonra və yaxud da Çindən gələn təyyarələrdən sonra İranın müqaviməti ilə bağlı hansı ciddi bir dönüşü gördük ki, deyək ki, baş verdi. Hava hücumundan müdafiə sistemləri sıfır idi, sıfır olaraq da qaldı. Heç bir müqavimət göstərə bilmədilər. Hermisləri vurdu İsfahanda, Tehranda, Kirmanda. Məsələn, bir məlumat da verdi, F-35'i vurmuşuq, almışıq da əsir də götürmüşük, amma yalan çıxdı. Amma yalan çıxdı bunlar hamısı. Amma İsrailin şəhərlərini vurdu, aktiv vurdu. Bir dəqiqə, mən fikrimi tamamlayayım da. İlk deməli Çindən gələn təyyarələrə qədər İran ora ilk buraxılışda 200 raket buraxırdı. Bəli. Eləmi? Amma dəmir günbəzi dağıtmaq üçün amma sonra onun buraxılış raket buraxılış sistemləri sıradan çıxarıldıqca onun sayı aşağı düşməyə başladı. Düşdü 50-yə, düşdü 14-ə, 17-yə, axırıncı dəfə 14-ünü buraxdı. Yəni bunların hamısı Çindən gəldi, ondan sonra İranın müqavimət gücü artdı deyə bir fikir səsləndirməyə imkan vermir. Yox, mən razı deyiləm, bilirsiniz. 3 gündən sonra təbii ki, amma İsrail ilk növbədə hərbi əməliyyat keçirəndə o hesab edirdi ki, sürətli şəkildə onların qərar vermə mərkəzlərinin generalları məhv edəcək, İran toparlana bilməyəcək. Çindən ora havadan müdafiə sistemləri müəyyən təlimatçılar gəlmişdi. Çünki İranın müəyyən havadan müdafiə sistemləri Çindən müştərək şəkildə... Siz o informasiyanı hardan aldınız ki, o təlimatçılar gəlib? Bax, o informasiyanı hardan? Necə konfidensialdır? Müharibə şəraitində hardan aldınız o informasiyanı ki, oraya təlimatçı gəlib? Bu ciddi bir informasiyadır. Hərbi nəqliyyat vasitələri raketlərin uçduğu bir vaxtda hava yolu bağlanan bir vaxtda Çindən hərbi nəqliyyat vasitələri Tehrana enir. İkincisi, təbii ki, İran... Onun məsələ heç bir adiyyatı yoxdur. Ölkə daxilində öz istədiyini daxil edə bilir, buraxa bilir. Hava məkanının bağlanması nə deməkdir? Yəni, hava məkanına daxil olan istənilən hədəf vurulacaqdır. Hədəfin kim olduğunu bilirsə, vurmursa o istəniləni gələ bilər. Çinə hərbi nəqliyyat vasitələri gəldi. İkincisi, havadan 3 gün ərzində İran müəyyən dərəcədə toparlandı və İsrailin dəmir günbəz sistemini, MIF-ini dağıtdı. Demək olar ki, müəyyən 200-ə yaxın raketlər... Ona görə 200-ü bir nəfəsə buraxdı ki, günbəzi dağıtsın. Hipersəs balistik raketlərini konkret mərkəzlərə, baxın, aerokosmik mərkəzləri, laboratoriya mərkəzləri, Mossadın mərkəzləri dəqiq zərbələrlə, hətta aeroportun da vurulmasını da qeyd olunurdu. İsrail mətbuatı qadağan eləmişdi. Həmin video görüntülərini verməyə. Sadəcə olaraq dəmir günbəzi dağıdandan sonra, havadan müdafiə sistemini İran dağıdandan sonra əlində olan balistik raketlərlə dəqiq zərbə ilə nöqtə atışlarını İsrailin strateji məntəqələrini sıradan çıxartdı. Laboratoriya mərkəzi... Artıq İsrailin heç bir qalmayıb, strateji məntəqəsi. Mən düşünürəm ki, var, niyə yoxdur? Əlbəttə ki, var, müəyyən strateji məntəqələr... Onda məğlub İsrail də məğlubdur. Təbii ki, burada İsrail qalib tərəf deyil. İsrail nə istəyirdi? Tehran rejimini dəyişsin, amma rejimi dəyişə bilmədi İsrail. O başqa. Burada nə İran qalibdir, nə də İsrail qalibdir. Burada Amerika Birləşmiş Ştatları qalibdir sadəcə olaraq. O regionda öz geosiyasi hərbi mövqeyini gücləndirdi. Və elə İsrail də məhz Amerika Birləşmiş Ştatları təlimatı ilə girmişdi İrana. Amerikanın icazəsi olmadan Amerikanın icazəsi olmadan İsrail bir bomba heç bir ölkəyə, heç bir yerə ata bilməz. Çünki bütün silahlar, raket sistemləri hamısı Amerika Birləşmiş Ştatlarındır.